İşləmişəm, həm müəllim işləmişəm, həm həkim işləmişəm. Çok güzel. Buraya gələndən sonra müəllimliyə pul yox idi, getmədim. Dedi, direktor da göndərdi mənə, dedim lazımdır. Sonra erməni dilini yaxşı bilənləri yığırdılar, hardası dərsirdi. Getmədim orada, nəyimə lazım, özləri bilir. Sen sonra harda işledin burada? Ne işledin? Hə? Harda işledin? Ne işledin burada? Harda? Bakıda. Bakıda elə müəllim işlədi. Həkim işlədim, psixolog. Hadi yerdə çardı. Harda işledin? Getmədim. Sağda bu birinci Heydər Əliyev ki, birinci Qarabağ döyüşündə Sanavyasiyada dispatcher işlədim. Bir yarım. Ha, çok güzel. Yaralıları aparırdım, yaralıları getirirdim. Allah mekan cennet Müharrem etsin, olan şehitlerimiz, bölgelere gazilerimiz sağ olsun. gittim Ha. geldim. Hiç denen niye o kadar o hastalara kulluk elədim. Bircə dəfə saat götürmədim. Mənim Ha, pul götürmedin deyirsən. Dedim, yok. Yok, həstədən bizim gazilerden pul götürmək olmaz axı. Bana zəif çatmış. Sonra harda işledin? Hə? Sonra harda işledin? Sonra harda işledin? Harda? Sonra harda işledin? Harda? Ha, bu Bakıda. Sonra davamı harda işledin? Bakıda Xırdalan şəhərində, Qabaq şəhər adlanmırdı. Xırdalan şəhərində skora pomoşla həkim işləmişəm. 26 il. Ha, çok güzel. Aslanoj 26. Xırdalan burada Respublikanski Ballisada sanitar aviasiya şöbəsində dispatcher işləmişəm. Ha, çok İl güzel. yarım. Çok güzel. Sen Adnavrimin, çok Haliye, İrəvanın harasında doğulmuşdun? Hansı kəndində? Yerevan'ın Basarkeşer rayonunun Qarayman kəndində. Ha, çok güzel. Bütün İrəvanları salamlayıram. Bütün Azərbaycanımıza eşq olsun. Sen nənəm, atanın ananın adı nə idi? Ata ana. Atam anam bir Gəncə xəstəxanası adında yatırlar. Atamın adı İbrahim'di, anamın adı Bayaz'dı. Allah rəhmət eləsin, məkanları cənnət olsun. Çok sağ ol, çok sağ ol. Qalanlarımız sağ olsun. Burada xutordu da bilirik də. Xutor. Burada xutordu, xutor. Bura Xotor'du, ha. Gözəl xutorumuz. Xotor'du, ne eləyək də. Çok gözəldir Mən də, xutorumuz. nə də. Yəni, bir ay para yaşayacağım, su gedəsiyəm. Allah sağlam ömür versin Bak sənə. ben bir o yağışla suda inan bir Allah'a. Gül çiçek düzelttim burada bir maşına 20 manat verdim. Bana apardı. Merkezde Binegade Mehtapa'da. Yoldaşıma orada kahve düzelttim bir şey. Her şey apardım. Gittim onu molla Allah gettim. Allah məkanı cənnət eləsin. Haftada bir defa gelirim. Geliyor. Kızları gedir. Qohum akrabalarımız gedir. Bizi sarsıttı, onun ölümü bizi sarsıttı. Məkanı cənnət olsun. Qismət beləymiş, yazı. Allahdan Ağlamaktan gözlerim yaxşı görmür, kulaklarım yaxşı eşitmiyor. ağlama da bilirsən ki bu atamız, anamız qalmayıbsa biz də heç qalmayacağıq. Bu dünyanı tutub durası deyilik ki yaranan Bana gedir. çok şeyler derçekler öyle. Evlendireler falan dedim. O sözü ağzınızdan çıkartmayın. Ha. Ben elə qələt eləmərəm. Allah sənə sağlam ömür versin. Sevgi dolu həyat ilə belə davam Gəlin edirsiniz. gedək qonağım olun. Sağ ol, qonaq sahibi olasan. Allah. Çox sağ ol, ürəkdən deyirəm, təşəkkür edirəm Mən sizə. ürəkdən deyirəm. Sağ ol atam, sağ ol. İndi neçə yaşın var dedin? İndi Ha. o neçə hesabladın, necə 91 elədin. Ha deyəsən ki, ad familyanı bir də deyə atanın adını. Adını, familyanı de. Soy, ha, soy adından atanın, ananın adını de, bir də. Atamın, anamın adı. Yox, sən soy adından. Atamın adı İbrahim'di. Anamın adı Bayaz'dı. Ha, Öz adım da Kavlaydı, Kavlayı. ha, familyanız nədir, soy adınız? Atamla anam Aslanov yazılır. Ha. Ben Müseybov yazırlar. Ha, Allah ömür versin sənə, ölənlərinə rəhmət olsun, məkan cənnət olsun, qalanlar sağ olsun. Bu bir tarixdir, atacam qalacaq tarixdə. Sen bunları, bu faktları toplamakta maksadın nedir? Yox, heç nə, sən bayaq gəldik maşını saxlamağa, dedin ki, həkimlə gəlmişdim, xəstə yanına gəlirdi həkim. Heç kim qoymadı saxlamağa, sən dedin ki, 10 il, 100 il burada saxla, sənə icazə verəm, səni mən tanıyıram. Ona görə də mən bu yadigar çəkilişi saxlayıram məndə tarixdə. Çok sağ ol. Təşəkkür edirəm atam sənə.
Çox sağ Var ol, olasan. çox sağ ol. Mənim atam da 55 il həkim işləyibdi. Mənim xüsusi hörmətim var həkimlərə. Sağ ol, çox Sağ sağ ol. ol. Allah sizə ömür versin. Sağ ol. Sağ ol.